Priuslar getdi, yerinə bunlar gəldi. Amma bilmirəm, Çində 15-16 minə satılan bu maşından nə istəyirsiniz? Ön və arxa tərəfdə, bir tərəfi taksidə sınmış olsa da, hələ də işləyən LED fənərlər. Açarsız daxil olma, süni dəri üzlüklü oturacaqlar, qapı və üst panel. Piano Black ön panel qarşısında 10 inç ekran. Daha doğrusu başınız çıxırsa, hər şey yükləyə biləcəyiniz Huawei-in kullanan planşeti. Tamamilə elektron idarə etmələr. Öndə bütün yola nəzarətə imkan verən hündür oturuş pozisiyası. Arxada isə ideal ayaq və baş məsafəsi. Və həmçinin yumuşaq qol dəstəyi. Deyirlər tez əzilir, amma bu qiymətə Volvo-nun İsveç poladını istəyirsiniz? Biri deyir motoru, biri deyir batareyası tez xarab olacaq. Həftədə heç olmasa bir dəfə şarja taxırsınız. Çinlilər də bu maşını 4 ildir taksidə sürürlər. Həftədə ən az bir dəfə şarj edin və 100 minlər sürün deyirlər. 177 at güclü vəhşi elektrik mühərriki dolu batareya istəyir. Batareya da boşdursa, 109 at güclü atmosferik 1.5 mühərriki sizdən servislik mövzu istəyəcək. Hə, bir də bu maşında 2021-ci ilin ən yüksək texnologiyalı hibrid mühərriki istifadə olunub. Daha bu qiymətdə nə olsun? 7.9 saniyə 100-ə qədər sürətlənir, 451 Nm flamanı hasil edir. Yolda da görəndə sıxmayın, özünüzə salamat qalın. Bunu da qaytaraq yerinə.